skapula adlanır. Kürək sümüyü yuxarı ətrafın qurşaq sümüklərinə aiddir, üçbucaq formasındadır. Yuxarı hissəsi əsası, bazi skapula, aşağı hissəsi isə zirvəsi, apex skapula adlanır. Kürək sümüyü quruluş baxımından yastı sümüklərə aiddir. Gördüyünüz kimi quruluşu yastı şəkildədir. Onun hansı hissələri var? Yuxarı kənarı, içəri kənarı və bayır kənarı. Margo superior, margo medialis və margo lateralis. Bundan başqa 3 də bucağı var. Yuxarı bucaq, angulus superior, aşağı bucaq, angulus inferior və bayır bucaq, angulus lateralis. Bayır bucaq nisbətən kütləlidir və kürək cismi adlanır. Korpus scapula. Kürək cisminin üzərində oynaq çalası cavitas glenoidali yerləşir. Kürək sümüyünün yuxarı hissəsində oynaq üstü qabarcıq tuberculum supraglenoidali, aşağı hissədə isə oynaq altı qabarcıq tuberculum infraglenoidali yerləşir. Hansı ki, tuberculum supraglenoidali 2 başlı əzələnin, infraglenoidali isə 3 başlı əzələnin birləşməsinə məxsusdur. Kürəyin ön səthində dimdiyə bənzər çıxıntı processus coracoideus var. Arxa səthi üzərində isə kürək tini, spina, skapula yerləşir. Kürək tini kürəyin arxa səthini 2 çuxura bölür. Yuxarıda tin üstü çuxur, fossa supraspinata, aşağıda isə tin altı çuxur, fossa infraspinata yerləşir. Kürək tini çiyin çıxıntısı, akromion deyilən çıxıntı ilə başa çatır və akromion çıxıntısı üzərində də yastı oynaq səth, körpücük sümüyü ilə birləşməyə məxsus yastı oynaq səth vardır. Kürək sümüyü yuxarı kənarının üzərində kürək oyması incisura skapula yerləşir. Hansı ki, canlı insanda bu kürəyin yuxarı könlələn bağı adlanan bağ vasitəsilə tutulur və eyni adlı dəliyə çevrilir.